Uşaq futbolunun inkişafına töhfə verən bölgələrimizdən biri də Şimal zonasıdır. Növbəti süjetimiz də elə məhz buna həsr olunub, izləyək. Azərbaycanda digər bölgələrlə yanaşı Şimal zonasında da futbolun inkişafı üçün işlər görülür. Hazırda bu bölgənin klubları 2-ci liqa və region liqasında çıxış edirlər. Maraqlıdır, bəs bölgədə uşaq futbolunun vəziyyəti necədir? Futbola maraqlıdır, həddindən artıq yüksəkdir. İstər böyüklər, istər kiçiklər. Mütəmadi olaraq futbol məşqlərini davam edirlər. Valideynlər də dəstək olurlar uşaqların gəlməyinə. Futbol burada inkişaf etdirmək üçün bütün resurslar vardır. Sadəcə bura istər bələdiyyə tərəfindən, istər yerli icra orqanları tərəfindən dəstək olarsa, burada güman edirəm ki, gələcəkdə böyük potensiallı futbolçular yetişə bilər. Hal-hazırda həqiqətən də Şimal bölgəsində futbola maraq çoxdur, istər valideynlər, istər uşaqlar tərəfindən. Ümumilikdə 300-ə yaxın şagirdimiz, futbolçumuz var. Ümumilikdə U10, 12, 13, 14, 16, 17, 19, 21 və inşallah bu ildən qızlar komandasında fəaliyyətini nəzərdə tuturuq. Həqiqətən sözün həqiqi mənasında biz artıq 7 ay fəaliyyət göstərir və bu qədər aktivliyin olacağını nəzərə almamışdır. Düzdür, müəyyən çətinliklər, müəyyən problemlər olur, amma ona rəğmən biz bu işimizi davam etdiririk. Təbii ki, bölgədə futbolun inkişafı üçün infrastruktur vacib amildir. Şimal bölgəsində də uşaqların məşq keçməsi üçün meydança çatışmazlığı mövcud. Hal-hazırda çatışmən stadionlarımız var. Onun barəsində işlər gedir. Bir neçə stadion cəlb eləmişik, təmirlərinə başlayacaq. Hal-hazırda bugünkü gördüyümüz stadionda təmir tamamlandı, açılışını elədik. Və bundan başqa bir-iki stadionumuz da var ki, təmirdədir. Köməkliklər olsa bu barədə işlərimiz tam və tez yekunlaşa bilər. Xudotda əvvəllər belə bir akademiya yox idi. Yəni sonralar yarandı, mən də çox sevindim və bu da mənim üçün bir şans oldu. Futbol mənim üçün sağlamlıqdır. Məqsədim isə Azərbaycana, yəni millimizə yaxşı futbol gətirmək, futbol inkişaf etdirməkdir. Göründüyü kimi problemlər də mövcuddur. Ümid edirik ki, bu çatışmazlıqlar qısa zamanda aradan qalxar və bölgələrdə də uşaq futbolu inkişaf edər.